Salam, hər vaxtınız xeyir. 2C212 641 motor. 3 dizel. Twin turbo. Bilənlər bilir ki, necə motordur və necə dözümlüdür. Müştəri yanımızda maşında olan nasazlıqlarla bağlı, onlar da nədir? Gecədən səhəri saxlayanda maşının altında yağ olur. Bir də ki, sirəyir. Maşına bir baxış keçirdik. Motor padışkalarının, bir də korobkanın arxa padışkasının sıradan çıxdığını gördük. Gələn yağların da gəlmə səbəbi publik sanitinin vaxtından əvvəl dəyişilməməyidir. Və vaxtından çox qalıblar, belə deyək, quruyub. Motor padışkaları yenisi ilə vəzolunub. Bu da korobkanın arxa padışkasıdır. Gördüyünüz kimi partlayıb. Yəni, bu da maşına dəhşət əsmə verir.